Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkes Global Group şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günəş bazar analizini paylaşacaq. İlk öncə dollar indeksini nəzərə salaq. Bildiyimiz kimi, hörmətli izləyicilər, Amerika ilə Çin arasında ticarət sövdələşməsinə dair Cenevada görüş baş tutmuş oldu və həmin görüşün nəticəsi olaraq Çin tərəfi Amerika ilə müsbət irəliləyiş əldə etdiklərini açıqladılar. Və eyni zamanda Trump keçən həftə Çinə tətbiq edilən tarifləri 145%-dən 80%-ə endirməklə bağlı açıqlamalar vermişdir. Təbii bütün bunların fonunda, hörmətli izləyicilər, bu gün dollar indeksi qəflə açılmış oldu. Yəni 12 may tarixində diqqət etirsəniz, dollar indeksi böyük bir yüksəlişlə müşahidə edilmiş oldu və hətta bazar qəflə açılmış oldu. Təbii Amerikanın həm İngiltərə ilə ticarət razılaşması əldə etməsi tariflərə dair, eyni zamanda Çinlə də müsbət nəticə, danışıqların müsbət nəticələr verməsi bir mənada dollar indeksini yüksəldən əsas faktorlardan birisi oldu. Lakin texniki analiz nöqteyi-nəzərdən, hörmətli izləyicilər, diqqət etirsəniz, bizim sistemimiz 7 may tarixində əslində dollar indeksində alış siqnalı vermişdi. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə bir mənada alış siqnalı yaranmışdı və diqqət etsəniz, 7 maydan etibarən dollar indeksi yalnız günlük əsasda birinci dəstək səviyyələrinin üzərində ticarət olunub və həmin tarixdən bu günə qədər dollar indeksi 1,78% yüksəlib. Və gün ərzində nə qədər ki, dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 99,628 səviyyəsindən qırıb onun altına bağlanmazsa, biz dollar indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda isə, hörmətli izləyicilər, eyni zamanda sabah Amerikadan inflyasiya göstərisi açıqlanacaq. Belə ki, inflyasiyanın 2,4% olacağı proqnoz edilir. Əgər inflyasiya nəticələri bu gözləntinin altına açıqlanarsa, bu bir mənada federal ehtiyatların faiz dərəcəsini yaxın zamanda endirəcəyi ehtimalını yüksəldə bilər və dollarla olan yüksəlişi məhdudlaşdıra bilər. Əlavə olaraq xüsusilə qeyd etmək lazımdır ki, hörmətli izləyicilər, baxmayaraq ki, Trump digər dövlətlərlə tarif razılaşmaları imzalayır, amma dolların bu dərəcədə yüksəlməsi təbii ki, heç də Trump administrasiyasının istədiyi bir şey deyil. Çünki Trump bir mənada Amerikanın ixrac potensialını, eyni zamanda sənaye istehsalını artırmaq istəyir. Belə olan halda təbii dolların bu qədər yüksəlməsi eyni zamanda Amerikanın ixrac potensialına bir mənada negativ təsir edir. Çünki baha dollar, baha Amerikan məhsulu deməkdir. Bu baxımdan, hörmətli izləyicilər, dollar indeksi bu dərəcədə yüksələrsə, bir mənada federal ehtiyatlar faiz dərəcəsini növbəti görüşdə aşağı sala bilər ki, bu da təbii öz növbəsində dollar indeksinə negativ təsir edə bilər. Əlavə olaraq dolların bu qədər yüksəlməsi Amerikanın borc problemini də daha da belə deyək, çətinləşdirmiş olur. Çünki ödədiyi borcun bir mənada dəyəri artmış olur. Amerikanın borcu hal-hazırda bildiyimiz kimi 36 trilyon dollar ətrafındadır və təkcə bu il 10 trilyon dollar borcun müddəti başa çatır. Təbii, dolların bir mənada ucuzlaşması Amerikanın bu borcu ödəməsini də bir anlamda asanlaşdırmış olur. Yəni, bu baxımdan, hörmətli izləyicilər, qeyd etdiyimiz kimi dollar indeksinin olan yüksəliş məhdud səviyyədə ola bilər. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Ümumiyyətlə, avro-dollar valyuta cütlüyü də dollar indeksinin bahalaşmasından dolayı 12 may tarixində diqqət etirsəniz kəskin enməyə başladı. Lakin texniki analiz nöqteyi nəzərdən yanaşsaq, bizim sistemimiz əslində avro-dollarda satış siqnalını bir mənada 7 may tarixində vermişdi. Diqqət etsəniz, hörmətli izləyicilər, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə və qiymətin həmin səviyyəsinin altına bağlanması ilə avro-dollar valyuta cütlüyündə satış siqnalı yaranmışdı və həmin tarixdən etibarən diqqət etsəniz, valyuta cütlüyü yalnız birinci müqavimət səviyyələrinin altında ticarət olunub və təxminən 2%-ə yaxın həmin tarixdən etibarən avro-dollar valyuta cütlüyündə ucuzlaşma olub. Gün ərzində nə qədər ki, valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,12955 səviyyəsini qırıb, onun üzərində bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü də dollar indeksinin bağlaşmasından dolayı kəskin ucuzlaşmağa başladı və GBP-USD valyuta cütlüyündə əksinə satış siqnalı bizim sistemimiz tərəfindən 8 may tarixində verilmişdir. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə və bazarın həmin səviyyənin altına bağlanması ilə satış siqnalı yaranmışdı və diqqət etirsəniz, gün ərzində, növbəti gündə valyuta cütlüyü həmin günün birinci müqavimət səviyyəsini qıra bilməmişdi. Bu gün etibarilə isə GBP-USD-də kəskin ucuzlaşma müşahidə edilir, hörmətli izləyicilər.
Gün ərzində nə qədər ki, GBP USD valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1.33 468 səviyyəsinin qırıb onun üzərində bağlanmazsa, biz funtda ucuzlaşmanı proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi cəmalələrimiz USD CAD valyuta cütlüyüdür. Kanadada əmək bazarı ilə bağlı açıqlanan göstəricilərdə işsizlik səviyyəsinin 6.9%-ə yüksəldiyi görülmüş oldu və belə ki, bu nəticə keçən ilin noyabr ayından bəri ən yüksək göstəricidir. Yəni, işsizliyin bu dərəcədə artması təbii ki, Kanada dollarına negativ təsir edir. Eyni zamanda dollar indeksinin güclənməsi də bir mənada Kanada dollarına aşağı yönlü təzyiq edir və diqqət etsəniz, hörmətli izləyicilər, əslində USD CAD valyuta cütlüyündə 7 may tarixində alış siqnalı formalaşmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə bir mənada alış siqnalı yaranmış oldu və həmin tarixdən etibarən USD CAD valyuta cütlüyündə yüksəliş trendi davam edir. Gün ərzində nə qədər ki, USD CAD valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1.39 146 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz USD CAD valyuta cütlüyündə yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi cəmalələtimiz qızıldır. Bildiyimiz kimi qızılın tarixdə görünməmiş dərəcədə yüksəlməsinin əsas səbəblərindən birisi qlobal siyasi hadisələr idi və bunlar arasında xüsusilə Rusiya-Ukrayna müharibəsi idi. Lakin keçən həftə Putinin Ukrayna ilə hər hansı ilkin şərtlər olmadan danışıqlara başlamaqla bağlı açıqlama verməsi bir mənada qızılın qiymətinin enməsinə əsas təsir edən faktorlardan birisi oldu. Əlavə olaraq Amerika ilə İngiltərə arasında və həmçinin Amerika ilə Çin arasında ticarət razılaşmasına dair müsbət nəticələrin əldə edilməsi bir mənada qızılın qiymətinin yenidən aşağı yönlü korreksiya etməsinə səbəb oldu. Çünki bildiyimiz kimi həm Rusiya-Ukrayna müharibəsi, həm də Trumpın tarif siyasəti bazarlarda çox ciddi qeyri-müəyyənliyə səbəb olmuşdu və bundan dolayı da investorlar daha təhlükəsiz maliyyə aləti olan qızıla üstünlük verirdilər. Lakin bir mənada həm Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı müsbət irəliləyişin əldə olunmasına dair hər hansı bir işarə, eyni zamanda tarif siyasətlərində müəyyən bir yumuşalmanın və yaxud da ki, dövlətlər arasında ticarətə dair razılaşmanın əldə edilməsi bir mənada bu qeyri-müəyyənliyi azaltmış olur və investorlar daha riskli maliyyə alətlərinə yönəlmiş olur. Və bundan dolayı, hörmətli izləyicilər, diqqət etirsəniz, qızılda bir mənada kəskin şəkildə aşağı yönlü korreksiya başlamış oldu. Lakin texniki analiz nöqteyi nəzərindən diqqət etirsəniz, bizim sistemimiz əslində 8 may tarixində qızılda satış siqnalı vermişdi. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması və qiymətin onun altına bağlanması ilə bir mənada qızılda satış siqnalı yaranmışdı və diqqət etsəniz, həmin tarixdən etibarən qızıl aşağı yönlü enməyə davam edir. Gün ərzində nə qədər ki, qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 3357 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz qızılın qiymətində enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi cəmalələtimiz S&P 500 indeksinin futuresidir. Hansı ki, diqqət etirsəniz, S&P 500 indeksinin futuresi 12 may tarixində qəplə açılıb. Təbii bunun başlıca səbəbi Çin və Amerika arasında olan danışıqlarda müsbət irəliləyişin əldə olunmasıdır. Hansı ki, Çin və Amerika arasında ticarət razılaşması imzalanarsa, təbii ki, bu S&P 500 indeksinin daha da yüksəlməsinə səbəb ola bilər. Gün ərzində nə qədər ki, S&P 500 indeksinin futuresi bu günün birinci dəstək səviyyəsi olan 5655 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Əlavə olaraq, hörmətli izləyicilər, sabah Amerikadan açıqlanan inflyasiya göstəricisinin 2.4%-nin altında açıqlanması nəticəsində böyük ehtimalla federal ehtiyatlar da faiz dərəcəsini azaldacağı ehtimal yüksəlmiş olacaq və bu da bir mənada Amerikan səhəm bazarına müsbət təsir edə bilər. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.